Vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün biz 6-cı sinif üzrə təbiət fənninin əsasında keçirilmiş fənn müsabiqəsinin sınaq imtahanı ilə tanış olacağıq. Gəlin suallara diqqətlə baxaq. Birinci sual. Əgər insan qanında trombositlərin miqdarında kəskin azalma olarsa, belə şəxslərdə bilavasitə aşağıdakı proseslərdən hansı baş verə bilər? Biz bilirik ki, trombositlər qanın formalı elementlərinə aiddir və trombositlər qanda laxtalanmaya təsir göstərən formalı elementdir. Qanaxma zamanı və yaxud da hər hansısa bir əlimiz, ayağımız və yaxud da istənilən bir bədənimizin hər hansı bir sahəsi kəsilərsə, bu zaman orada qan axınının qarşısını almaq üçün trombositlər işə düşür. Verdiyim izahdan artıq cavab bəllidir. Burada qanaxmalar zamanı qanın ləng laxtalanması variantını cavab variantı olaraq götürəcəyik. Düzgün cavab B variantıdır. İkinci sual. Verilmiş qida zəncirində sual işarəsinin yerinə hansı canlını yazmaq olar? Bu 5-ci sinif mövzusu üzrə qida zəncirinə aiddir. Birinci prodüsentdir. Yəni bitkilər hər biri qeyri-üzv maddədən üzv maddə hazırlayırlar. Bu olacaq birinci konsument, ikinci konsument, üçüncü konsument. Nədir konsument? Yəni qeyri-üzv, daha doğrusu hazır üzv maddə nə qidalanmalara aiddir. Burada düzgün cavab siçandır ki, hansı ki siçan burada demək birinci konsumentdir. İlan burada olur həm yırtıcı, həm şikar, yəni ikinci konsumentdir. Quş isə burada yırtıcıdır, üçüncü konsumentdir. Qeyd edim ki, siçan isə şikar növünə aiddir. Verilənlərdən hansı meşələrin qırılmasının mənfi nəticəsi deyil? Mənfi nəticəsi deyil deyirsə, demək ki, burada meşələrin qırılması heç bir şeyə təsir göstərməməlidir verilən variantlar içərisində. Atmosferdə karbon qazının artması, bilirik ki, fotosintez prosesində bitkilər karbon qazını qəbul edib, oksigen qazını xaric edir. Bu o deməkdir ki, burada karbon qazı artırsa, demək ki, oksigen də əmələ gəlməyəcək, fotosintez prosesi getməyəcək. Torpaq sürüşməsi deyəndə nəyi nəzərdə tutur? Biz bilirik ki, ağacların kökləri torpağın dərinliyinə doğru getdikcə sürüşmənin qarşısını alır. Heyvanların sayının azalması isə həm onların qidalanması üçün lazım olan bitkilər olmayacaq, eyni zamanda isə yaşaması üçün də mühit olmadığına görə bu variantların heç biri uyğun gəlmir. Amma D variantını deyir ki, yağıntının çoxalması bunun heç bir aidiyyatı olmadığına görə biz burada bu təbiət hadisəsidir. Ona görə də biz burada D variantı düzgün cavabdır. Dördüncü sual deyir ki, müxtəlif canlılara aid təsvir edilmiş skeletlər üçün ortaq olmayan xüsusiyyət. Biz görürük ki, burada hər üç halda, hər üç heyvan növü onurğa sütunu var. Döş qəfəsi var. Bəli. Bərabər sayda ətrafa malikdir. Bəli, bunda da 4 ətrafdır, bunda da, bunda da. Amma bərabər sayda qabırğalarsa olmayacaq. Düzgün cavab D variantı. İnsanın həzm kanalına aid sxemdə hansı orqanların yerləşmə ardıcılığı pozulmuşdur? Ağız boşluğu, qida borusu, mədə, yoğun bağırsaq, yox. Mədədən sonra gəlir nazik bağırsaq, ondan sonra yoğun bağırsaq. Anus isə yoğun bağırsağın düz bağırsaq şöbəsinin sonuncu hissəsidir. Düzgün cavab C variantı. Təsvir edilmiş şəkil verilmiş terminlərdən hansına uyğundur? Burada düzgün cavab orqandır. Çünki bu orqan səviyyəsindədir, ürəkdir. 7-ci sual. Təyin edici açarı əsasən X, Y, Z və K bitkilərini müəyyən edin. Toxumu var, bəli, çiçəyi var, xeyir, kökü var. Yəni, burada bu diaqramın əsas mahiyyəti budur ki, bu da 5-ci sinif mövzusunda bitkilərin təsnifatı bölməsindən olan hissədir. Eynən bu qrafik orada öz əksini tapmışdır. Çiçəyi var, bəli, deməli, çiçəyi olan variantlara işləyəcək. X-i aidlansa. Mamırın çiçəyi yoxdur. Uyğun deyil. Qıcın da çiçəyi yoxdur, bu da uyğun deyil. Digər variantlara baxırıq. Deyir ki, çiçəyi var, xeyr. Demək ki, bu nə olacaq? İynəyarpaqlının da çiçəyi yoxdur. Hələ ki, B və C variantı uyğun gəlir. Kökü var dedikdə isə, demək, kökü var isə, qıcının kökü varmı? Bəli, var. Amma mamırınsa kökü yoxdur. Demək, burada düzgün cavab B variantıdır. Amfibini seçin. Amfibi ikili həyat deməkdir. Suda, quruda yaşayanlara aiddir. Bu da qurbağadır.
Çürüdücülərin sadələşdirdiyi, minerallaşdırdığı maddələrdən daha çox istifadə edən canlılar hansılardır? Yəni bu o deməkdir ki, burada belə deyək də, bakteriyalar bilirik ki, torpağı münbitləşdirir. Düzdürmü? Lakin münbitləşdirilmiş torpaqdan da istifadə edərək böyüyüb inkişaf edən bitkilərdir. Ona görə də burada düzgün cavabımız bitkilər olacaq. Desəydik ki, hansılar bu prosesdə iştirak edir, onda biz bakteriyaları götürəcəkdik. Amma ən çox istifadə edən isə bitkidir. Verilmiş bitki qruplarından hansılar əsasən sporla çoxalır? Çox aydın cavabdır. Sporla çoxalanlar qışı kimlərdir, mamır kimlərdir, planlardır, qatırquyruqlardır. Bütün bax bu mövzuların hər biri 5-ci sinifdə mövzulara aiddir. Bəzi papaqlı göbələklərin papağın altındakı lövhəciklərdə nə əmələ gəlir? Bəli, sporlar yetişir. Demək, göbələklər sporla çoxalır, bakteriyalar isə sporu xarici mühitin təsirindən qorunmaq üçün istifadə edir. 12-ci sualda deyir ki, verilənlərdən hansı insan orqanizminin xəstəlik törədən patogenlərə qarşı ilkin müdafiə tədbiri hesab edilir? Bu isə 6-cı sinifin patogen xəstəliklər mövzusuna aiddir. Yəni nə deməkdir bu? İlkin müdafiə, yəni ki, biz ona ilk bədənimiz olaraq, yəni ilk olaraq biz bunu həyata keçirdən müdafiə sistemidir. Yəni orqanizmamız buna cavab verir, daha desək, daha dəqiq desək. Gəlin burada baxaq. Birincidə deyir ki, dərinin bədən səthini örtərək daxili toxuma və orqanlara patogenlərdən qorunmasıdır. Niyə ki, bizim dərimizin istənilən bir nahiyəsindən biz yoluxa bilərik bir xəstəliyə. Baxaq B variantına. Ağ qan hüceyrələrinin patogenlərə məhv etmək üçün anticism hazırlanması. Bəli, ağ qan yəni hansılar idi? Trombositləridir. Digər varianta baxaq. Bəzi hüceyrələr tərəfindən hazırlanmış yapışqanlı siliyin patogenləri tutaraq zərərsizləşdirilməsi. Bu da müdafiə sistemidir. Amma ilkin müdafiə olaraq biz birinci trombositlər burada işə düşməyə başlayır. 13-cü sualda nə deyir bizə? Sxemdə hər rəngli xana 0,1 saniyə uyğundur. Yəni hər biri 0,1, 0,1, 0,1-dir. Verilmiş ürək siklini nəzərə alaraq 5 saat ərzində bir şəxsin ürəyinin damarlarına neçə dəfə qan vurduğunu hesablayın. Əvvəlcə gəlin biz burada 5 saatı tez bir zamanda nəyə çevirək? Saniyəyə. 5 saat neçə saniyə eləyəcək uşaqlar? 1 saatımız 60 dəqiqədirsə, 60 dəqiqəmiz də 3600 saniyədir. 1 dəqiqəmiz 60 saniyədir. Ona görə də 5-i bir dəfədə 60-a vurursan, saatı dəqiqəyə çevirsən, sonra saniyəyə çevirsən. O da etməlidir 18.000 saniyə. Tapdıq ki, 5 saatımız 18.000 saniyədir. Və biz də bilirik ki, və gəlin diqqət edirək, qulaqçıqların yığılması deyirsə, bunun qulaqçığın yığılması 0,1 saniyədir. Çünki bir dama göstəribdir. Mədəciyin yığılması isə 0,3 saniyədir. Necə bu qənaətə gəlirəm? Çünki bu damadan 3 dənədir. 1, 2, 3. Deməli, mədəciyin yığılması 0,3 saniyə. Ümumi boşalma isə 0,4 saniyədir. Bu qənaətə hardan gəlirəm? 1, 2, 3, 4. Çünki 4 dənə xana var burada. 0,4 saniyə. İnşallah biz bunu biologiya mövzusunu, insan anatomiyasını keçən zaman daha dəqiq öyrənəcəyik uşaqlar. Demək, nəyə diqqət yetiririk burada? Delta bizdən neçə dəfə qan vurduğunu soruşur. Yəni ki, ürək vurğusunun sayını soruşduğuna görə zamanı, yəni ki, bizim belə bir düsturumuz var idi. Mən burada qələmin rəngini dəyişim, aydın görünmək üçün. Delta T bərabər idi, zamanı bölürdük biz N-ə. Əgər bizim N-imizi soruşursa, vurğuların sayını soruşursa, verilən zaman nəyə böləcəyik? Bəli, 0,18 saniyə ürək siklinə böləcəyik. O zaman 18.000 bölünsün neçəyə? 0,18 saniyə. Gəlin biz burada ilə açmışkən kalkulyatorımızdan istifadə edək. 18.000-i
bölək 0,8-ə. Cavab 22.500. Düzgün cavabımız burada. Artıqlarını silək. Cavab variantımız nə oldu ki, əzizlərim? D variantı. 14-cü sual. Cədvələ əsasən X, Y və Z orqanizmləri ola bilər. Çoxhüceyrələr deyirsə, biz buradan avtomatik olaraq bakteriya olan hissəni çıxırıq. Bir dəqiqə qələmimizi itirdik. Aha. Üzürlü bilin, canlıdır, ola bilər. A variantı getdi. Çünki bakteriyalar çox... Üzr istəyirəm. Elə özləri minus qoyubsa, bakteriya qalacaq. Burada diqqətsizlik etdim. Özləri minus qoyub. Plus qoysaydı biz bakteriyanı burada götürməyəcəkdik uşaqlar. Sonra nə deyir burada? Qidalanması demək var. Qıcıqlanması da var. O zaman diqqət yetiririk burada nəyə? Birinci onda biz bakteriyanı götürəcəyik. Deməli, bu variant getdi, bu da variant getdi. Bakteriya isə virusdur. Bu ikisi qalacaq. Y-ə baxaq. Y-də həm qidalanır, həm çoxhüceyrəlilik var, həm də qıcıqlanma var. Bu eukaryotlara aiddir. Yəni ki, nüvəsi formalaşanlara aiddir. Qov göbələrini götürəcək. Z-də isə hamısı minus olduğu üçün viruslara götürəcək. Çünki viruslar cansız halda olur, kristal şəklindədir. Canlı orqanizmə düşdükdən sonra funksiyasını yerinə yetirmiş olur. Düzgün cavab B variantı. 15-ci sualda isə bu səhv etmirəmsə işlənmiş suallardandır. Elə keçən dəfə də RFM-ə düşmüşdü bu sual və nə deyir burada bizdən? Şəkildə insan orqanizmi müəyyən bir orqanından qan axını vasitəsilə və bu axın zamanı qanın tərkibində bəzi maddələrin miqdarının dəyişməsi göstərilmişdir və şəklə əsasən 15-ci, 16-cı və 17-ci suallara diqqət yetirin. Əgər bizdə burada, biz bilirik ki, bu alveoldur. Bunu qeyd edək. Alveol. Əgər bu alveoldursa, alveola daxil olan hava hansı olacaqdır? Ki, burada oksigenlə zənginləşsin. Burada karbon qazı daxil olur. Xaric olan hava isə oksigen qazıdır, düzdürmü? Karbon qazı gördüyünüz kimi daxil oldu. K isə burada oksigendir. Və bizə deyir ki, A burada venoz qandır. Çünki o karbon qazı ilə zəngindir. Bu isə arterial qandır. Bu deyir hansı qan dövranıdır? Hansılar olacaq? Aha, kiçik qan dövranı. Niyə? Çünki burada alveoldan söhbət gedirsə, alveol da ağciyərdədir. Biz buradan avtomatik olaraq qaraciyər və böyrək variantlarını çıxan zaman bilirik ki, böyük qan dövranı ağciyərdən getmir. Niyə ki, kiçik qan dövranı ürək və ağciyər arasında gedir. Bax, bunu dəftərinizdə qeyd edin. Kiçik qan dövranı ürək və ağciyər arasında gedən dövrana deyilir. 16-cı suala baxaq. Deyir ki, A hissəsindən B hissəsinə axan qanda verilənlərdən hansı baş verəcəkdir? A hissəsi hansı idi? Mən burada bu hissələri silim ki, siz daha yaxşı görə biləsiniz. Diqqətlə baxaq. Nə deyir bizə indi? Deməli, A görürsünüzmü ki, venoz qandır, B isə arterial qandır. Deyir ki, A hissəsindən B hissəsinə axan yerdə nə baş verəcəkdir? Nə baş verəcək uşaqlar? Aha, düzdür. Oksigen qazı artacaq. Fikir verirsinizsə ki, burada həm rəngi dəyişimi sizə köməklik göstərir, həm də burada K oksigen əlavə olunduğu üçün oksigen qazının miqdarı artacaq. 17-də nə deyir bizə? Deyir ki, hansı fikir doğrudur? B bölgəsindən çıxan arterial qan, şəkli ilə bərabər saxlayaq. Aha. Gəlin biz doğru olan variantları izləyək. Həmişə testdə qarşınızda olan zaman altından xətt çəkin ki, sizin üçün daha rahat tapmaq olsun. B bölgəsindən çıxan arterial qan vena damarı ilə ürəyə daşınır. B bölgəsi nədir? Yəni alveollardan çıxan arterial qandır ki, bəli, bu da arterial qandır və vena damarı ilə daşınır. Düzdür. Yəni bu qoşulur yuxarı boş venaya. Gəlin digər variantlar hər ehtimal baxaq. A bölgəsində venoz qan vena damarı ilə ürəkdən ötürülür. Ürəkdən niyə venoz qan çıxsın ki? Ürəkdən arterial qan çıxır. Bu səhvdir. K bölgəsinə oksigen nəfəs vermə zamanı daxil olur. K bölgəsinə oksigen nəfəs vermə zamanı yox, nəfəs alma zamanı.
Nəfəs alma zamanı daxil olur, burada getdi. A, K və B bölgələrində oksigen qazının miqdarı bərabər olur. Heç mümkün deyil. Niyə mümkün deyil? Çünki B-də arterial qandır, A-da venoz qandır. Oksigen qazının miqdarı fərqlidir. Ona görə burada düzgün cavab A variantıdır. 18-ci sualda nə deyir bizə? Şəkildə fotosintez prosesi əks olunmuşdur. Nə gözəl 5-ci mövzusudur. Və deyir ki, yerlərində nə yazılmalıdır? Şəkili belə qoyaq ki, gözəl görə bilək. X olacaq nə? Düz karbon qazı. Deməli, X-də biz 1-i yazacağıq. A, günəş şüasıdır o zaman. Burada günəş şüasını göstərməyə çalışıb. O zaman işığı qəbul etmiş oluruq. Bu variant getdi. Y-də nə deyir bizə? Qazlar mübadiləsi gedirsə, bəli, Y-də karbon qazıdır. Bu variantda getdi. Deməli, 3-1 davam edirik. Z. Hansı qaz xarici olur? Bəli, oksigen qazı xarici olur. A. Burada oksigen qaz da göstərə bilər, amma Z-ə biz qlikozanı yazmağımız məqsədə uyğundur. Yarpaqlarda qlikoza göstərir. F isə oksigen qazıdır gördüyümüz kimi. K isə su və mineral duzlardır. Deməli 3, 1, 5, 4, 2 cavab D variantı olacaqdır. 19-da aşağıdakı xəstəliklərdən hansına qarşı peyvənd aparılmaz? Peyvənd də, bu da 6-cı sinif mövzusuna, yoluxucu xəstəliklər bölməsinə aiddir. Peyvənd ümumiyyətcə nəyə deyilir uşaqlar? Keçirilmiş xəstəliyə qarşı istifadə olunan bir qorunma üsuludur. Demək ki, vərəmdən olacaqdır, ağciyərlərdə baş verir. Götürək, vərəm baş verir. Tetanusda bakteriya xəstəliyidir, bu da baş verir. Hansı ki, əlimizdə bir yara varsa, bu yara vasitəsindən torpaqda torpaqla məşğul olursa, hər hansı bir tozlu bir yerdə isə bizim qanımıza difuziya eləyəcəkdir və bu da bakterial xəstəlikdir. Amma ateroskleroz isə qan damarlarında xolesterinin, yəni lipidlərin miqdarının artmasıdır. Bu zaman peyvənd olmur. Müalicə prosedurundan istifadə etmək lazımdır. Cədvələ əsasən biz qan analizi görmüşük və qan analizinə görə anemiyanın olub-olmadığını müəyyənləşdirməliyik. Gəlin təyin edək görə anemiya nədir? Bəli, anemiya qan azlığıdır. Yəni, qırmızı qan hüceyrələrinin, yəni eritrositlərin miqdarının aşağı düşdüyünü göstərir. Bəs hemoqlobin nə idi? Bəli, hemoqlobin isə eritrositlərin müəyyən bir hissəsidir ki, bu da oksigenlə zənginləşmiş bir hissə idi. Diqqətlə gəlin də baxaq. Biz burada kimin analizində problem var. Əlinin normal olaraq deməli kişilərdə göstərir ki, olmalıdır. Normal aralıq 4,5, 4,5, 5,6. Gəlin baxaq əvvəlcə kişilərin qırmızı qanına. Fuadda 4,8-dir. Qırmızı qan hüceyrəsi sizcə normaldırmı? Bəli, normaldır. Anemiya nə olmalıdır? 4,5-dən aşağı olmalıdır. Yəni kiçik olmalıdır burada. Ona görə biz avtomatik olaraq kişilərdə olan problem hansı idi? Fuadı da buradan biz çıxırıq. Çünki fuadı da hər şey qaydasındadır. Əldə də hər şey qaydasındadır. Keçdik qadınlarda. Sonanın qanında 2,5-dir. Azdırmı? Bəli, azdır. Çünki qadınlarda 3,8-dən başlayır. Lalədə isə 4-dür. Artıq lalədə biz normaldır. Çünki 3,8-dən böyükdür. Avtomatik olaraq lalədə gedir. Yerdə qalır bir dənə sonra. Hər ehtimalı sonanın hemoqlobini də yoxlayaq. Qadınlarda 11-15 arası olmalıdır. Ancaq sonada isə 10,1-dir. Yenə azdırmı? Bəli, yenə azdır. Düzgün cavab sonadır. 21-ci sual. 2019-cu ildə baş vermiş meşə yanğını bu materikin Queensland ərazisində Şərqi Viktoriya ərazisinə qədər 180.000 kvadrat kilometr ərazini əhatə etmiş və bitki örtüyü və heyvanlar aləminə ciddi zərər vurmuşdur. Bu hansı materikdir? Bu uşaqlar Avstraliya materikidir. Çünki demək ki, burada elə biz əgər nəyə diqqət edirək, belə deyək də, bu əraziləri tanısaq, uzun bir axtarışa ehtiyac yoxdur. Avstraliyanı tapmış olacaq. Təbii ki, burada artıq nə işə düşməlidir, əzizlərim? Bəli, xəritə və göz yaddaşı.
22-ci sual, düzgün olmayan fikri müəyyən edin. Nə deyir bizə bu düzgün olmayan fikirdə? Okeanlarda baş verən güclü zəlzələ tsunami ilə nəticələnir. Bizdən düzgün olmayan istəyir, ha? Bəli, tsunami olacaq. Yer səthindən dağıntıların ən çox olduğu mərkəz epicentr adlanır. Bəli, bu da düzgün cavabdır. Zəlzələni qeydə alan cihaz seismoqraf adlanır. Bəli, seismoqraf adlanır. 1902-ci ildə Gəncədə baş verən zəlzələ böyük dağıntı itkiyə səbəb olmuşdur. Burada düzgün cavab D variantıdır. Zəlzələ baş vermişdir. Çox üzr istəyirəm, ilini unutmuş ola bilərəm, amma dəqiq bilirəm ki, il 1902 deyil. Çünki insan beyni robot deyil də, yəni bu ilini unutmuş ola bilərəm. Hətta onu mən sizə dəqiqlə deyə bilərəm ki, Gəncədə həmin bu baş vermiş zəlzələdə Kəpəz dağı uçmuş, Ağsu çayının qarşısını kəsərək Göygöl əmələ gətirilmişdir. Amma neçənci ildə olduğunu unutmuşam. Bunu siz internetdən də araşdırıb tapa bilərsiniz. 23-də nə deyir? Birbaşa havadan düşən yağıntı növlərini müəyyən edin. Birbaşa havadan düşən deyirsə, yəni ki, nə deməkdir bu uşaqlar? Burada demək su buxarlanması, su dövranı getməməlidir. Fikrim aydındırmı? Artıq siz tapdınız. Ay sağ ol. Yağışı biz buradan çıxacağıq. Çünki yağış da suyun dövranı vasitəsilə baş verir. Həmçinin qar da, həmçinin dolu da. Amma şehlə qrov birbaşa yağıntı növünə, düşən yağıntı növlərinə aiddir. 24-də nə deyir? Maqmatik suxurlara aid fikirlər doğru deyil. Maqmatik suxur nədir? Biz yer qabığındakı suxurlara aid idi bunlar. Gəlin baxaq görək hansılar aid deyil. Vulkan püskürməsi ilə səthə çıxan lavanın sürətlə soyunmasına yaranır. Bəli, yer səthindən yüksək sürətlə və yüksək temperaturla çıxır. Havanın təsiri nəticəsində o soyuyur. Elə bir ki, iki dənə bir lavadır. Bax bu şəkildə bunlar gəlib toqquşaraq ortadan çıxan suxur maqmatik suxur adlanır. Bu düzgün cavabdır. Maqmanın yerin daxilində tədricən soyulmasından yaranır. Düzdür. Maqmatik suxurlar yer səthində yaranmış ən cavan suxurlardır. Xeyr, bu ən cavan suxur çökmə suxurlara aiddir. Yer səthindəki maqmatik suxurlar hava şəraitinin təsirindən parçalanır. Bu da fikir düzgündür. Uyğunsuzluğu müəyyən edin. Bu da eyni zamanda 6-cı sinifdə yer tərkibindəki suxurlara aiddir. Uyğunsuzluq o deməkdir ki, yəni doğruda yanlış, yanlışda doğru olan fikirləri biz nəzarətə götürəcəyik bu zaman. Torpağın tərkibi mineral maddələrdən, bitki və heyvan qalıqlarından, su və havadan ibarətdir. Bəli, bu düzgün fikirdir. Torpağın tərkibində bunlar var. Hətta biz bunu bioloji aşınma kimi də götürə bilərik ki, bunlar torpağı zənginləşdirir, münbitləşdirir. Çox üzr istəyirəm, uyğunsuzluğu deyir bizdə. Onda X qoyur. Yəni bu düzgün fikirdir. Biz burada bu düzgün olduğu üçün bunu qəbul etmirik. Mərmər və kvarsit maqmatik mənşəli suxurlardır. Bəli, yanlış yazıb. Demək ki, bunlar maqmatik deyil, metamorfik suxurlara aiddir. Bu da getdi. Bəzən bütün suxurlar su keçirməyə və suda həll olmayan xassiyyəyə malikdir. Xeyr, onlar yanlış fikirdir. Su keçirənləri də var, suda həll olmayanlar da var. Burada düzgün cavab C-dir. Yenə də digərinə baxaq. Çökmə suxurlar yer səthində ən az yayılmış suxur növüdür. Bu yanlış yazıb, bəli. Amma əslində qalsa doğrudur. Ən az yayılmış növlərə aiddir. Demək, burada düzgün cavab C variantıdır. 26-cı suala baxaq. Kub formalı taxta elektron tərəzinin üzərinə qoyulub. Tərəzinin göstərişinə əsasən taxtaya təsir göstərən ağırlıq qüvvəsini hesablayın. Biz gəlin xatırlayaq ki, ağırlıq qüvvəsi düstur necə ifadə olunurdu? F bərabərdir mg. Bizə də ağırlıq qüvvəsini istəyir, düzdürmü? Demək, M-mizi verib 800 qram, J-mizi də veribdir burada 10. Əslində qalsa, qiymətləri biz yerinə qoysaq əgər,
O zaman 800'ü ona vuran da 8000 Newton edir. Burada isə düzgün cavab olaraq düzdür A variantıdır. Amma variant olaraq cavab olaraq 8 Newton götürməyəcəyik. 8000 Newton olmalıdır. Yəni belə olmalıdır. 27. 1 kiloqram buz tamamilə əriyib suya çevrilərsə kütləsi və həcmi necə dəyişər? 1 kiloqram buz deyir bizə. Buz, görürsünüz ki, hər ikisinin də qabı eynidir. Yəni həcm ölçü olaraq da, görüntü olaraq da, içərisindəki tutum olaraq qablar eynidir. Demək, burada sizcə nə dəyişməyəcək? Sıxlıq görürsünüz fərqlidir. Sıxlıqlar fərqlidir. Amma burada kütlə dəyişəcəkmi? Təbii ki, dəyişməyəcək. Çünki eyni kütlədə qoymuşam. Demək, kütləsi artar, azalar fikirləri səhvdir. Amma həcminə baxaq, şəkildə nə göründüyü kimi. Burada çox tutubdur. Burada isə artıq əridikcə suyun stəkanın dibinə çöküb. Demək, həcmi azalacaq, amma kütləsi dəyişməyəcək. Düzgün cavab B variantıdır. Hərəkət zamanı yeraltı, sualtı qayığa aşağıdakı qüvvələrdən hansı təsir göstərər? Bu da 6-cı sinifdə qüvvələr mövzusuna aiddir. Hansı qüvvələr təsir göstərəcək, əzizlərim? Sürtünmə qüvvəsindən başqa hər bir qüvvə. Niyə? Çünki ağırlıq qüvvəsi olmalıdır ki, bu bunu çəksin, demək, suya batırsın. Arximet qüvvəsi olmalıdır ki, bu suda batmasın və kənarlarından çıxanda görürsünüz ki, cisim öz suya batdığı çəksi qədər kənarlarından su xaric edir. Müqavimət qüvvəsi isə suyun özünün müqavimət qüvvəsi olmalıdır. Eyni zamanda havanın da müqavimət qüvvəsi bura daxildir. Düzgün cavab C. Sürtünmə qüvvəsi burada heç istisnalıq təşkil edir. 29-da nə deyir bizə? Kub formalı daş silindrik qabın içində suya salınmışdır. Qabdan su boşaldılır. Nə gözəl. Qabdan suyu boşaldırır və aşağıdakılardan düzgün olan variantı istəyir. Dinametrin göstərişi sizcə artar yoxsa azalar? Bəli, artacaq. Niyə? Çünki əgər burada mən bu suyu boşaldıramsa, demək ki, bu dinametrin göstərişi getdikcə aşağıya düşəcək. Yəni, daş aşağıya doğru enmiş olacaqdır. Və dinametrin göstərişi burada artır. Dinametr də bilirsiniz də nədir uşaqlar? Qüvvəni ölçən cihazdır. Demək, biz burada azalar variantını çıxırıq. Bu gedir, bu gedir, bu gedir. Qaldı bu iki variant. Arximet qüvvəsi artar yoxsa necə? Təbii ki, azalacaq. Çünki burada artıq su yoxdur. Su yoxdursa, qabdan su boşaldılır, bizə artıq burada ipucu verilmişdir. Ona görə də Arximet qüvvəsi burada azalacaq. Düzgün cavab C variantı. Aşağıdakı şəklə uyğun gələn enerji çevrilməsini seçin. Bu da 5-ci mövzusunda enerjilərə aiddir. Hansı enerji çevrilməsinə biz rast gəlirik? Bəli, elektrik burada yanır. Elektrik enerjisi bu da əridikcə, buxarlandıqca istilik enerjisinə çevrilir. Düzgün cavab B variantıdır. Tilinin uzunluğu 20 sm olan kub şəkilli qaba 4. Çox üzr istəyirəm uşaqlar. Asqırma refleksi gəldiyinə görə özümü videonu saxlamaq məcburiyyətində oldum. Davam edirik. Tilin uzunluğu 20 sm olan kub şəkilli qaba 4 litr su tökülərsə suyun hündürlüyünü soruşur. Bu artıq bir fizika və riyaziyyatın birləşdiyi bir hissədir. Həcmimizi veribsə bizə 4 litr, biz əvvəlcə bunu çevirək. 1 litrimiz, yerimiz olmadığı üçün buradan yazaq. 1000 kub santimetrdirsə 4 litr nə qədər eləyəcək? Bəli, 4-ü vuracaqsınız nə eləyəcək? 4000 kub santimetr. Sonra nə eləyəcək? Demək ki, bizə S nəyə bərabərdir? Sətin sahəsi bərabərdir A kvadratına. Bizə də A-nın uzunluğun 20 veribsə, digər hissəsi də 20 vurulsun 20 eləyəcək 400. Demək, S-i tapdıq 400-dür. Həcm də nəyə bərabərdir? Həcm veribsə, sətin sahəsi veribsə, hündürlük veribsə, bu düsturla hesablanır. S, H düsturla hesablanır. O zaman mən buradan əgər H-ı tapıramsa, H nəyə bərabərdir? Bəli, V-ni bölürəm S-ə. Yəni 4000-i də 400-ə böləndə 10 santimetr edəcəkdir. Düzgün cavab B variantıdır. Bura baxaq. A güzgüsündən, qoy bu hissəni silim ki, bizə görüntünü pozmasın. A güzgüsündən qayıdan qırmızı işıq şüası hansı nöqtədən keçər?
hansı nöqtədən keçəcək? Gəlin biz bunu nəzər yetirək. Buradan qayıdıbsa, bu nöqtədən keçibsə, elə biz burada əslində qalsa hansı və yenidən qayıdırsa, bu istiqamətdə qayıtmalıdır. Qayıdan qırmızı şüa 2-dən keçəcək uşaqlar. Biz burada ikincini götürmüş oluruq. Düzgün cavab B variantı. Çünki işıq qayıdan zaman 90 dərəcə perpendikulyar altında düşməlidir. Bu da qayıdan zaman ikincidən öz əksini götürür. Sonra 33-də nə deyir? Bu cərəyanlara aiddir. Demək, nə deyir bizə burada? Aşağıdakı eyni lampalar eyni cərəyan mənbəyinə qoşulmuşdur. Aşağıdakı ifadələrdən doğru olanları istəyir bizdən. Doğru olanları istəyir. Yəni ki, bu paralel və ardıcıl qoşulmaya aiddir. Demək, K ilə göstərilən paraleldir. L ilə göstərilən isə ardıcıldır. Deməli, daha doğrusu üzr istəyirəm, yerini səhv qeyd etdim. Bu ardıcıldır. Çünki burada nədir? Bir-birlərinə ardıcıl qoşulmuşdur. Görürsünüzmü ki? Bu ardıcıldır. Bu isə paraleldir. Demək, K ardıcıl birləşmədir. Bəli. P paralel, L paralel birləşmədir. Bu da düzdür. K-da lampalar L-dən parlaq yanır. Bunu belə götürə bilər ki, xeyr. Şəkildə də əsasən diqqət yetirsək, L-də lampalar parlaq yanır. Çünki paraleldə hər ikisinə eyni ötürülmə baş verir. Ardıcılda isə bir digərindən daha üstün yanacaqdır. Ona görə 3 olan variantı çıxırıq. Bu gedir. Digərinə L-də lampalar K-dan parlaq yanır. Bəli, bu cavab bu düzdür. 33D variantı. 34. Aşağıdakı fikirlərdən hansılar doğrudur? Maşının hərəkət istiqamətinə təsir edən qüvvə onun sürətini artırır. Maşının hərəkət istiqamətini təsir edən, bəli. Bu, əgər maşın hərəkət edirsə, külək də ona müqavimət qüvvəsi təsir göstərərək sürətlə artacaq. Bu cavab düzgündür, doğru istəyir bizdən. Maşının hərəkət istiqamətini təsir edən qüvvə onun sürətini azaldır. Səhvdir, sürəti burada azalmayacaqdır. Maşının hərəkətinin əksi istiqamətində təsir edən qüvvə onun sürəti azaldacaq. Bəli. Məsələn, fikir vermişsə ki, maşında hərəkət edən zaman əgər külək varsa, külək onun əksinə yönəlir və onun sürətini azaltmış olur. Maşın hərəkətinin əksi istiqamətində təsir edən qüvvə onun sürətini artırmır, əksinə azaldır. Düzgün cavab D variantı. Elektron tərəzi üzərinə plastik qab içərisində 3 eyni ölçülü kürə qoyulmuşdur. Plastik qabın kütləsini hesablayın. Necə hesablayacaqsınız? Əgər 60 qram bizə veribsə, bu qabın kütləsi 3 qramdırsa, mən nə etməliyim içindəki kürəni tapmaq üçün? Ay sağ ol. 60-dan 3-ü çıxmalıyam, eləməlidir 57. 57 də hər üçünün kütləsidir. Bu da x-dır, bu da x-dır, bu da x-dır. 3x bərabərdir 57, x də bərabərdir 19. Düzgün cavab D variantı. Hansı maddələr müsbət 30 dərəcədə maye haldadır? Maye haldadır. Baxaq, ərimə temperaturu mənfi 10-dan qaynama temperaturu müsbət 80 dərəcəyə qədərdirsə əgər, deməli, burada müsbət 30 dərəcədə bəli, maye halındadır. Çünki bu aralıqda yerləşdiyinə görə bu maye halındadır. Y-a baxaq, 30 dərəcə maye halda ola bilərmi sizcə müsbət 50-dən kiçik olduğu üçün? Təbii ki, olmayacaq. Çünki bu artıq bərk halda olacaqdır. Bu variant getdi. Y olan variantlarınızı islah edirik. Z-ə baxırıq, müsbət 20 və müsbət 140 dərəcəsindədirsə, bəli. Z də burada maye halında. Düzgün cavab D variantı. Kimyəvi hadisəni müəyyən edir. Nə deməkdir kimyəvi hadisə? Burada artıq yeni bir maddənin əmələ gəlməsi ilə müşahidə olunur. Düzgün cavab burada meyvənin xarab olmasıdır. Bu da 5-ci sinifdə ən son mövzular var, hansı ki 1-ci hissədə orada öz əksini tapır. Dondurma əriməsi dad dəyişməyəcək, sadəcə olaraq forma dəyişəcək. Bərkdən keçəcək maye halına, şüşənin sınması xırdalanacaq. Bu da eyni vəziyyət fiziki hadisədir. Suyun buxarlanması ərimədir, qaynama temperaturudur, rəngidir və s. ki, bu da aiddir onun fiziki xassəsinə. Düzgün cavab C variantı oldu. Növbəti son 3 sual. Verilmiş aqreqat hallarına uyğun doğru olmayanı istəyir bizdən. İfadəni seçin.
Nə deyir burada? C və B çevrilməsi kondensasiya adlanır. Kondensasiya nəyə deyilirdi? Mayenin bərkin mayeye çevrilməsinə kondensasiya deyilirdi. C və B çevrilməsi. Kondensasiya adlana bilərmi? Xeyr, bu fikir səhvdir. Ona görə biz bunu buradan islah edirik. Uyğun gəlməyəcək. Bir olan variantları biz çıxdıq. A zərrəciklər nizamsız şəkildə düzülür. Sizcə baxın, görün, doğru olmur? Üzr istəyirəm uşaqlar, doğru olmayan deyil. Mən də burada fikrimi qarışdırıram, ona görə biraz tərəddüd etdim. Biraz tərəddüd etdiyimə görə, bəli, bu fikir düzgündür. Kondensasiya adlanır. Çünki qazdan mayeye çevrilmişdir. Fikir verirsiniz ki, zərrəciklər burada dağınıqdır. Mayedə isə yenə də biraz aşağıya doğru yerləşmişdir. Kondensasiya deyilir. Bəli, birinci fikir düzgündür. Biz ona görə bir olan variantı çıxır. Çünki bizə doğru olmayanı istəyir. Amma ikinciyə baxın, nə deyir bizə? Deyir ki, A zərrəciklər nizamsız düzülüb. Sizcə bu nizamsız düzülübmü? Təbii ki, xeyr. Bu nizamlı düzülüb. Budur. Üçüncüyə baxırıq. Yəni bu fikir səhvdir. ABC istiqamətində zərrəciklərin sərbəst hərəkəti artır. Bəli, burada nizamlıdır, sonra nizamsızdır və daha sonra daha çox nizamsız formada düzülmüşdür. Ona görə düzgün cavab B variantıdır. Verilmiş modellərə uyğun cavablardan hansı doğrudur? Sizcə özünüzə nəzər yetirsiniz, görəcəksiniz ki, demək A birləşmədir. Çünki burada başqa elementlər gəlib birləşibdir. Ona görə də elə baxan kimi düzgün cavab B variantıdır. Yenə də baxaq, bu tək olduğu üçün bu elementdir. Bu isə qarışıqlardır. Artıq burada bir neçə elementin, bir neçə maddənin qarışığını görə bilərsiniz. Yəni düzgün cavab burada B variantıdır. Ən sonuncu sualımız heterogen qarışığı göstərin. Heterogen nə deməkdir? Yəni müxtəlif cinsli deməkdir. Burada hansı olacaq? Bəli. Düzgün cavab burada dumandır. Çünki dumanın tərkibində müxtəlif növ qazlar qarışığı var. Havanın tərkibində də var əslə qalsa. Havanın tərkibində də var müxtəlif növ qazlar qarışığı. Şəkər amma təkdir, duzlu su təkdir. Əslə qalsa burada hava daha məntiq uyğundur. Çünki havanın tərkibində oksigen var, karbon qazı var, azot var. Daha sonra mütəəssisiz qazlar da var. Mən düşünürəm, burada daha məntiqə uyğun cavab duman demirəm, hava deyirəm. Əgər səhvim olarsa, sizin fikirlərinizə hörmətlə yanaşaram və fikirlərinizi, belə deyək də, realist olaraq yanaşaram. Yenə deyirəm, testləri mən sizlə birgə həll etdim. Əgər tərəddüdlü fikirlərim varsa, əvvəl səhv, sonra düzgün olmayan fikir tapmışamsa və s. kimi biraz baməzə çıxışlarım varsa, məni üzrlü hesab edin uşaqlar. Çünki yenə deyirəm, həm saatımız 3-dür, həm də ki, sizlə ilk olaraq işlədiyimə görə hazırlıqsız şəkildə testlər işləyirəm. Yəni sizlə nə işləyirəmsə, bərabər işləyirəm. Ona görə də uşaqlar, əzizlərim, diqqətli olun siz də. Nəyə lazımdırsa, nəyə diqqət yetirməliyiksə, onların altından xətt çəkin və suallarınız da varsa, şərhlər bölməsində qeyd etməyinizi xahiş edirəm. Sağ olun əzizlərim.